Salam əziz izləyicilər, bu videoda sizə yuxa açmadan asan duzlu qoğal hazırlamağını göstərmək istəyirəm. Bu üsul həm rahatdır, həm də çox dadlı alınır. Evdə tez hazırlaya biləcəyiniz sadə reseptdir. Keçi hazırlanmasına 5 stəkan un, 1 çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz, yarım stəkan duru yağ, 2 ədəd ağlı sarılı yumurta, yarım stəkan süd, 1 stəkan da isti su əlavə edib xəmirimizi yoğururam. Əziz xanımlar, mən burada 2 dəfə bu xəmirdən hazırlamışam. Yəni 10 stəkan xəmir, unun xəmirini hazırlamışam. Burada 5 stəkan unun xəmirini sizə göstərirəm. Yəni içliyi elə hazırlamışam ki, sırf 10 stəkan unun qoğalının içliyini hazırlamışam. Xəmiri yoğurduqdan sonra qoyuram bir kənara mayalansın. Bu arada içliyimizi hazırlayaq. 3 stəkan un, 1 çay qaşığı üyüdülmüş zirə, 1 çay qaşığı üyüdülmüş raziyana, 1 çay qaşığı duz, 1 çay qaşığı sarı kök, yarım çay qaşığı da istiot. Bunları qarışdırıram. Daha sonra yarım stəkanda kərə yağını, kərə yağımız burada ərinib, istidir. Əlavə edirəm unun üzərinə və umacımızı hazırlayıram. Umacımız hazır oldu. Xəmirimizin də tez mayalanması üçün deməli sobanı yandırdım, istilətdim. Daha sonra sobanı söndürdüm, xəmir içərisinə qoydum. Hardasa xəmirimiz 20 dəqiqəyə mayalandı. Mayalandıqdan sonra daha doğrusu bir gündə hazırlayıram burada. Yəni bir neçə gündə hazırlamağa ehtiyac yoxdur. Xəmiri kündələyirəm və yenə də gözləyirəm kündəsi mayalansın. Üzərini salafanla örtüb gözləyirəm. Xəmir kündə mayalanandan sonra başlayıram kündəmizi yaymağa. Burada bir damcı un səpirəm dəzgahın üzərinə və əlimlə biraz açıb daha sonra oxlovdan xəmirimizi yayıram. Əziz xanımlar, burada da xəmiri yayanda forma olaraq, yəni yumru yox, daha çox kvadrat forması versəz daha rahat olar. Yəni içərisini yağını əlavə edəndən sonra, yəni qatlayandan sonra, yəni işimiz rahat olsun deyə yumru yox, kvadrat formada olsa yuxamız daha yaxşı olar. 250 qram kərə yağını soyuducudan çıxarmışam. Yəni möhkəmdir yağımız. Süd gəzdən keçirirəm. Yağı una batıra-batıra süd gəzdən keçirib yuxanın bir tərəfinə, yəni yarı hissəsinə yağı süd gəzdən keçirirəm və qalan yarı hissəsini də üzərinə gətirib örtürəm. Gördüyünüz qaydada biraz əlimlə xəfifcə bastırıram və yenidən oxlovla yayıram kündəni. Yenə burada diqqət edirəm ki, yuxamız yumru alınmasın. Yaydıqdan sonra gördüyünüz kimi həm alt tərəfdən, həm üst tərəfdən belə üst-üstə qatlayıram. Daha sonra uzunsov forma alınır. Həmən uzunsov formanı da kənarlarından 2 dəfə belə qatlayıb, daha sonra bir də üzərinə qatlayıram. Eynən qat-qat xəmirin forması kimi. Və bunu da mayalı olduğuna görə yenə gözləyirəm biraz mayalansın ki, həmən bunu oxlovla yaymaq çətin olar ona görə. Üzərini örtürəm, biraz mayalanır təzədən, kündəyə düşür və oxlovla yayıram. Yəni bir dəfə hazırladım, qatladım, bəs elədi. İndi oxlovla yuxanı açıram, tam yenə də kvadrat forması verirəm və salam. Bizim xəmirimiz burada demək olar hazırdır. Taxtadan götürürəm ki, süfrənin üzərində daha geniş yaya bilim. Yayandan da sonra siz ölçünü elə götürün ki, yəni lentalar kəsəndə quraq kimi olmasın. Elə bir dənə bütöv qoğal alınsın. Yəni ölçünü elə götürün yayanda ki, siz üçün rahat olsun. Mən ikinci xəmirimi rulon formasında elədim. Deməli yayandan sonra ümumi xəmirin özü rulon formasında büküb sonra kəsdim qoğalları. Bu isə dədə-baba üsulunda, yəni lenta ilə kəsib gördüyünüz qaydada fırladıram. Fırladanda da hansı üzü səliqəlidir, onu üst tərəfinə saxlayıram. Bunları da hazır eləyəndən sonra yenə üzərini örtüb saxlayıram, biraz kündəyə düşsün. Ümumiyyətlə mayalı xəmirlərin hər dəfəsində əl vuranda, kündələyəndə hər dəfəsində gözləmək lazımdır ki, yenidən kündəyə düşsün, mayalansın. Burada da rulonu qoğallarımız, kəsdiyim qoğallar mayalandı və içərilərində oyuq açıb içərisini doldururam. İç tərkibi sizin özünüzdən asılıdır, yəni daha doğrusu miqdarı içərisinin. Mən 2 qaşıq desert qaşığıdır burada, yəni çox böyük qaşıq deyil. 2 qaşıq içliyi yığıram, yəni bəs eləyir. Siz istəsəniz, məsəl üçün biraz artırıb və yaxud azalda bilərsiniz içliyi. İçliyi də yığandan sonra yenə biraz gözləyirəm, xəmir özünə gəlir. Daha sonra yayıb listlərə yığıram. Listə yığandan da sonra, əziz xanımlar, üzərini örtüb biraz da listə mayalandırıram. Yəni hər dəfəsində elə bir xəmiri mayalandıra hazırlayıram ki,
onda çox qəşəng yüngül qoğallar əldə etmiş oluram. Elə bil kündəyə qoymasam, sobaya qoyanda üzü gülləmə kimi deyir. Oradan buradan belə deyilir, gülləmə deyilir ona. Oradan buradan qızarar, səliqəsiz qızarar. Ona görə hər dəfəsində də kündəyə elə bil gözləyirəm. Kündəyə düşdükdən sonra gördüyünüz kimi bir damcı duru yağı taxtanın üzərinə çəkib, əlimi də biraz duru yağa batırıb, daha sonra qoğalları bu formada yayıram və yığıram listə. Üzəri içində 3 ədəd yumurtanın sarısından istifadə eləmişəm. Biraz da süd qatmışam yumurtanın sarısına. Qoğalların üzərinə çəkib, qara çörəyi otu səpirəm və 180-190 dərəcəli qızdırılmış sobaya göndərirəm. Əziz xanımlar, alt üst qızarana qədər elə bil bunu bişirirəm. Qoğallar bişdikcə burada həzmi görün necə gözəl artır. Hətta onun qatları da bilinir. Çox qəşəng, yüngül, xəmiri belə kövrək qoğallar əldə etdim. İnanıram ki, yəni siz də hazırlasınız, çox bəyənərsiniz. Həm də ki, çox çətin bir şey deyil, çox vaxt aparan bir şey deyil. Tərtəmiz, yəni heç bir yağ bulaşdırmadan heç yeri bu qoğalları hazırlaya bilərsiniz. Əminəm ki, çox bəyəndiniz bu üsulu. İnşallah siz də hazırlayarsınız. Sağ olun, sağlıqla qalın.